duanın, yəni ixlasla, səmimi olaraq bəndə Rəbbinə dua eləsin və dua qəbul olunmasın, bu mümkün deyil. Quran və sünnə ilə bu mümkün deyil. Bəs necə olur? Axı dua eləyirsən, nəsə istəyirsən, axı istədiyin verilmir axı bəzən sənə. Hə, bu ola bilər. Bu ola bilər ki, dua edəndə nəysə istəyəsən, duada istədiyin sənə verilməsin. Lakin duada istədiyinin sənə verilib verilməməsi bir şeydir. Duanın qəbul olunub olunmaması ayrı bir şeydir. Ona görə ola bilsin bəndə dua eləsin Rəbbinə və duasında nəysə istəsin, Allah Azza və Cəllə istədiyini ona həmən versin və bu duanın qəbul olmasıdır. Və ola bilsin qul Rəbbindən nəysə istəsin, lakin bilməsin ki, istədiyi o şey əslində onun üçün xeyir deyil, şərdir. Xeyir deyil, şərdir. Onu bilmir. Məsələn, insandır, fitrəti etibarı ilə mala, mülkə qarşı iradəsi çox zəifdir. Və Allah Azza və Cəllə də o quluna rəhm edir. Ona ruzunu verəndə elə miqdarda verir ki, onda tuğyan, hətta aşma baş qaldırmasın. O da gecə gündüz göz yaşları ilə Allahdan elə bir mülk istəyir. Allah duasında istədiyini ona vermir. Və verməməyi ilə onun duasını qəbul edib əslində. Niyə? Çünki şəri ondan dəf edir. Və bunun ondan xəbəri yoxdur. Və ola bilsin insan nəsə dua eləsin, duasında Allahdan nəsə istəsin. Ola bilsin istədiyini Allah ona verməsin. Lakin onun mislində ona gələcək bir şəri, fəsadı ondan dəf etsin. Və bu duanın qəbul olunmasıdır. Niyə? Çünki başına gələ biləcək o şər nəyin səbəbi ilə dəf edildi? Etdiyi duanın. Deməli, qəbul olunub da.